Qoç, əgər bugün ətraf aləmi yaxşılığa doğru dəyişmək istəsəniz, ən kiçik şeydən başlayın. Məsələn, evdə mebellərin yerini dəyişin. Ola bilsin ki, məhz həmin gün dillər əzbəri olan mənzil məsələsini qohumlardan biri gözlənilmədən həll etməyə kömək edəcək. Müxtəlif səfərlər bu gün qoçlar üçün uğurlu ola bilər. Axşam sizi romantik əhval-ruhiyyə və aşiq olma hissinin dalğası bürüyəcək. Həssaslıq qoçları hər yerdə izləyir və əgər bəxtiniz gətirsə, böyük həzz ala bilərsiniz. Sadəcə həddindən artıq egoist olmayın. Buğa. Bugün buğaları xoş insanlar kimi qəbul etmək çətin olacaq. Siz aqressivliyə çatan dərəcədə israrlı, diliniz iti və düşünülməmiş dərəcədə cəsarətli olacaqsınız. Bugün sevdiklərinizlə aranızda baş verə biləcək inciklik və mübahisələrə hazır olun. Çox güman ki, səbəb sizin qürurunuz olacaq. Yaxın bir rəfiqə və ya dostun sizdən kömək istəməsi də istisna deyil. Elə edin ki, imtina edərkən incitməyəsiniz. Əks halda özünüzü başqasının münaqişəsinə cəlb olmuş və günahkar vəziyyətdə tapa bilərsiniz. Axşam qonaqlar gələ bilər. Kulinariya bacarıqlarınızı göstərməli olacaqsınız. Əvvəlcədən hazırlaşın və hansısa eksotik yeməklə hamını heyran edin. Əkizlər. Bu, hava şəraitindən asılı olmayaraq təbiətə yollanmaq üçün əla gündür. Sadəcə dostlarınızı dəvət etməyi unutmayın və bu gün ağır yeməklərdən imtina edib tərəvəz və meyvələrə üstünlük verin. Gün həmçinin evlilik və ya nişan üçün əlverişlidir. Bu vaxt bağlanan ailə birliyi çox güman ki, uzun ömürlü və xoşbəxt olacaq. Bu gün münasibətləri aydınlaşdırmağa, sizə ən aktual görünən məsələlərdə dəqiqlik əldə etməyə cəhd edə bilərsiniz. Sadəcə bunu mütləq açıq şəkildə, fikirlərinizi dəqiq ifadə edərək edin. Xərçəng. Xərçənglər üçün xoş anlarla zəngin, gözəl bir gündür. Əgər bu gün üçün istirahət planlaşdırmısınızsa, bu plan qohumlarla görüş səbəbindən pozula bilər. Lakin bu görüş olduqca xoş və ümidverici olacaq. Ailə və ev diqqət tələb edəcək. Uşaqlara və həyat yoldaşınıza vaxt ayırın. Hisslərinizi ifadə etməkdən çəkinməyin. Sevdiyiniz insanın bu gün sizə hansısa sürpriz etməsi də istisna deyil. Şir. Gərgin və əsəbi bir gündür. Bir çox şirlər özləri də nə etdiklərini bilməyəcəklər. Öz hisslərinizi aydınlaşdırın. Çox güman ki, bu gün sadəcə həddindən artıq emosional olacaqsınız. Xarici təsirlər daxili harmoniyanızı poza bilər. Buna görə də bu günü sakit mühitdə tək qalaraq düşüncələrinizlə baş-başa keçirmək daha yaxşı olar. Qohumlarla məsafədən ünsiyyət qurmaq daha münasibdir. Əks halda mübahisələr qaçılmaz ola bilər. Bugünkü axşam bir çox suallara cavab verəcək. Görünüşünüzə və dediklərinizə xüsusilə diqqət yetirin. Qız, bu gün seçdiyiniz insana hisslərinizi etiraf etmək və xoş bir sürpriz etmək üçün ilin ən uğurlu günlərindən biridir. Qəlbə gedən yol sanki güllərlə bəzənməlidir. Komplimentlərdə xəsislik etməyin, qərar verməyin vaxtıdır. Münasibətinizdə yeni, ulduzlu bir mərhələyə keçmək, yoxsa hər şeyi olduğu kimi saxlamaq. Unutmayın ki, bugünkü vəziyyətdə kompromis sizin zəifliyiniz deyil, gücünüzün göstəricisidir. Ailə sahibi olan qızlar uşaqlarla ortaq dil tapmağa və onların problemlərinə dərindən yanaşmağa çalışmalıdırlar. Əslində onlar ilk baxışda göründüyü qədər sadə deyillər. Tərəzi. Tərəzilərin bugün ehtiyacı olan yeganə şey səlahiyyətli bir insandan yaxşı məsləhətdir. Yaxın ətrafınızda düzgün qərar verməyə kömək edəcək bir neçə peşəkarın tapılması çox mümkündür. Məzuniyyətə getmək imkanını nəzərdən keçirin. İndi bunun üçün uyğun zamandır. Siz yalnız emosional vəziyyətinizi sabitləşdirməyəcək, həm də sağlamlığınızı yaxşılaşdıracaqsınız. Qadınlar üçün möhtəşəm bir kişi ilə, kişilər üçün isə cazibədar bir xanımla görüş ehtimalı var. Lakin yeni tanışlıqlara ehtiyatlı yanaşın. İlk təəssürat və zahiri görünüş həmişə daxili məzmunu əks etdirmir. Əqrəb, bugün yaxın insanlarınızı ev işlərindən azad etməyə çalışın. Onların gördüyü işin nəticəsi çətin ki, sizi sevindirsin. Əksinə yalnız əsəbilik yarada bilər. Maliyyə problemlərinin yaranması mümkündür və onların həllini çox vaxt sərf etməli olacaqsınız. Günün ikinci yarısı isə ictimai tədbirlər və xoş bir mühitdə keçirilən məclislər üçün çox münasibdir. İnsanlarla yüngül və sərbəst ünsiyyət hazırda əqrəblər üçün xüsusilə vacibdir. Ox atan. Bugünün əsas qayğıları ailənin kiçik üzvləri ilə bağlı olacaq. Nə edəsən, böyüyən nəsil diqqət tələb edir. Birdən nə isə səhv edərlər, cavabını isə böyüklər verməli olar. Axşam evdəkilərdən kimsə sizin müstəqilliyinizin az olduğuna ehyan vura bilər. Elədirsə onlara azadlıq verin. Sonra isə bütün məsuliyyəti öz üzərlərinə götürmələrinə imkan yaradın. Sizin üçün isə ən uyğun vaxt rahat tənhalıqda dincəlmək və ya sağlamlıq üçün faydalı bir işlə məşğul olmaqdır. Bitib tükənməyən məişət problemləri bir qədər gözləyə bilər. Oğlaq, yeni işlərə başlamaq üçün gün uyğun deyil.
Bu gün Oğlaq bürcündən olan sürücülər yol hərəkətlərində adətən olduğundan daha diqqətli olmalıdır. Qəza ehtimalı var. Piyadalar isə yolu yalnız təyin olunmuş yerlərdən keçməlidirlər. Gün topdan satış, alış-veriş üçün əlverişlidir. Maliyyə məsələlərində qeyri-standart yanaşmalara ehtiyacınız varsa, dostlarınızdan kömək istəyin, dəstək gecikməyəcək. Dolça, bu gün özünüz üçün ruh bayramı təşkil edin. Bütövlükdə gözəlliyə yönəlin. İstər təbiət, istərsə də incəsənət şahəsərləri olsun. Enerji dolğunluğu təmin olunacaq və həyat tonusu yüksələcək. Ailə sahibi olan dolçalar üçün axşam uşaqlar bir qədər problem yarada bilər. Onlar özlərini artıq böyüklər hesab edir və həyat barədə məsləhətlər verməyə hazırdırlar. Sizdən səbir və dözüm tələb olunacaq, lakin vəziyyəti öz xeyrinizə dəyişdirmək çox çətin olmayacaq. Balıqlar, sevgililərin ürəkləri yalnız romanlarda bir ritmdə döyünür. Gerçək həyatda isə belədir. O internetdə vaxt keçirmək istəyir, siz isə ay işığı altında gəzməyə can atırsınız. Şiddətli hadisələr, qəhrəmanlıqlar, romantik macəralar və emosional anlar bu günü həyəcanlı və yadda qalan edəcək. Maliyyə xərcləri mümkündür, lakin ulduzlar xəsis cəngavər obrazı yaratmağı məsləhət görmür. Bu gün dəbdə deyil və balıqlar üçün heç də yaraşmır.